Dövlət Su Ehtiyatları Agentliyinin Şamaxı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tədbirlər planına uyğun olaraq işlərini davam etdirir. İdarənin balansındakı əkin sahələri Pirsaat çay, Ağsu çay, Zoğalava çay və Şirvan suvarma kanalı, eləcə də 18 subarteziyan quyusu vasitəsilə suvarılır. Su itkisini minimuma indirmək üçün kanallar daim lildən təmizlənir, torpaq məcralar beton üzlüyə alınır. Su ehtiyatlarının səmərəli istifadəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 2026-cı il üçün idarə tərəfindən ümumilikdə 6057 hektar əkin sahəsinin suvarılması proqnozlaşdırılmışdır. Hazırda mövsümün tələblərinə uyğun olaraq rayon ərazisində yerləşən çoxillik əkmələrin, meyvə bağlarının, üzüm sahələrinin və yem bitkilərinin suvarılması işləri davam etdirilir. Şamaxıda son illər kənd təsərrüfatına maraq artıb. Buna səbəb fermerlərin hər il bol məhsul götürməsidir. Hazırda əkin sahələri və bağlarda suvarma işləri aqrotexniki qaydalara uyğun aparılır. 2400 hektarlıq bir əkin sahəmiz mövcuddur. Əkin sahəmizdə müasir suvarma sistemlərindən faydalanırıq. İndi hal-hazırda gördüyünüz üzrə Qarğıdəli sahəsində də pivot suvarma sistemi ilə suvarmamız davam etməkdədir. İndi bu sənə Qarğıdəli, soya, çuğundur, kartof kimi əkinlərdən istehsal ilə məşğuluq. Bizə məlum olan 200 litr, 300 litr su yəni bizim üçün istifadəyə verilir və bizim də o aşağıda yəni motor vasitəsilə onu gölə vururuq və göldən də o damlama şlankları ilə istifadə edərək yəni bu suvarma məsələsini həll edirik. Yenə deyirəm, doğrudan da suvarma üzümçülükdə vacib bir məsələdir və bu sahədə də biz yüksək qayğını gördük. Ötən aylarda rayona yağan güclü leysan dağ çaylarında suyun səviyyəsini artırıb. Bəzi ərazilərdən sel keçib. Mümkün təhlükələrin qarşısını almaq üçün idarə tərəfindən çaylarda sahil bərkitmə, məcra təmizləmə və təmizləmə işləri davam etdirilir. Pirsaat çay və Ağsu çaylarında baş vermiş daşqın və sel hadisələri Şamaxı rayonunun dağ kəndləri olan Qələyburt, Qaladərəsi, Sis, Xeybəri, Səfalı, Dəmirçi, Talışnuru kəndləri ciddi fəsadlar yaratmış. Sel suları nəticəsində çay məcraları, lil, qum, çınqıl yığıntıları əmələ gəlmiş. Baş vermiş fövqəladə vəziyyətlə əlaqədar olaraq idarəmiz tərəfindən operativ tədbirlər görülmüş. Qeyd edək ki, rayon üzrə 10.568 abonent içməli su ilə təmin olunur. Onlar suyu Nəsimi və Çağan nasos stansiyaları, həmçinin Bakı-Oğuz-Qəbələ magistral kəmər vasitəsilə əldə edirlər.